Aslan nətər alladıbdı, Aslan da alladıbdı, zəhv vurubdu. Mənim telefonum şeydədir, ustadadır. Elçin mənim kartıma pul yolla. Elçin də nə qədər pul yollayıbdı. Bəs niyə ay Aslan, niyə alladırsan? Elə olub da, bəs mən yalanı üzə çıxardıram da. Elçin də deyib, Sən hardan bildin be? gəldi mənə çat, elə bir gözəl işdə bilmiş. Bu sənin canın yanır. Gözəl, o özünün bir sözü var. Bu lələşin deyir sinəsində nələr var, nələr. Gözəl, ay gözəl. Elmar yanındadır, Elmar. Elmar yox, məhlədədir, düşür məhliyə. Elmar gələndə həm denən o kartava baxsın. İşdədir. Bəri bax, Elmar gələndə həm denə kartava baxsın, pul atmışam. Həm də o blok məsələsini həll edir. Təşəkkür. Aygün, sənin kartın var, Aygün. Var. Yayında zatda kart qoyursan, yoxsa necə? Yox. Yığışdırmırsan elə bir şey. Yox, yığışdırmışam. Dedim, istəsən sənin də kartıva pul atardım. Aygün, mənə bax, getdim dünən yox sirəynəm sosial fonduna ki, indi işə girmişəm də, sosialım düzəldə bilim, əvvəlki kimi. İstəyirdin də, bədbəxt, düşündən də oldu. Sosiallar nədir? Dedi ki, 6 ay işləməsən, 6 aydan sonra sən sosial düşəcək. 6 ay ağzı göyə mən durum, maaşımı da kreditimi çəksinlər. Güzel, indi bəri bax, dünən belə, o yayında belə bir söhbət getdi ki, deməli, gözəl işinə bərpa olunduğuna görə mən eşitdim, deyəsən o müsafirdəki olan o bicenəklərdən hansısa biri dedi. Dedi ki, şeyə görə, bu işinə bərpa olunduğuna görə, deyəsən səhv eləmirəmsə, o da biri dedi ki, daha sənin kreditini kəsiblər, bağlamırlar, özün bağlayırsan, özün verirsən. Yox. Kollektiv, ATV özü verir yenə də. Bəli. Çünki mən maaş almayacam axı. Vay, mən maaş almayacam axı. Verməyəcəklər axı. Çünki mən təzə işləyəm, mən təzə işləyəm, köhnə sənədlər getdi, mən sənəd toplamışam. Mənim Zaur müəllimə sözüm nədir? Ay Zaur müəllim, Aslanı yalandan səni allatdılar, dedilər ki, telefonun şeydədir, ustadadır, qoy qayd eləsinlər. Zaur müəllim, bana üzümü sənə tuturam. Mənim sözüm sən nədir? Kollektivada sənədə. Sənə o boyda yalandan gedib bir dənə avtomatik atmana dölə qaziyəm deyib tak. Yalandan. Yəni başımıza çıxır, başımıza çıxır, başımıza çıxır ki, mən nədən erməniyi güllə atmışam. Erməniyi güllə atmışsan, bala, torpağı qorumuşsan da, nə gəlib bizim burada başımızı değişirsən? Zaur müəllim, mən sən sözüm nədir? O boyda Aslan sizi allatdı. Yalandan dedi ki, telefonun ustanın yanındadır. Elçin müəllim də onun kartına pul attı. Yalandan telefonu əlində ola getdi sizi allatdı. Amma mən allatmamışam. Amalya Quliyevanı qoşun müsafirə, Amalya Quliyeva. Qoşma, söyləyəcəklər, heç kəsi qoşmuyor. Yaxşı. Amma mən səni aldatmamışam axı Zaur müəllim. Mən sənə fırıldaq yol gəlməmişəm axı Zaur müəllim. Sən özün də bilirsən ki, mənim xasiyyətim dilimdə var. Mən sənə yalan danışmamışam, fırıldaq danışmamışam, giydirmə girməmişəm, bir şey eləməmişəm də, nə almışam. Hər dəqiqə də orada efidə deyirsən ki, Füzuliyə yaxşılıq eləmişəm, Füzuliyə yaxşılıq eləmişəm. Füzulini dünəndən tutdum burada, dedim ki, Füzuli, Zaur müəllim sənin nə qalibdir? Bir günü 10 manat oradan verirlərdi, mən heç eləmirdi. Yaxşı, ay Zaur müəllim, bəs arzunu çək, mən incidiyim odur ki, arzunu çəkib, reklam edirsən, bir dənə saçı, reklam edirsən, 2 dəfə gəldiniz, bizi çəkdir, 2012-sində göstərmədiniz cəmaata. Niyə? Nə almışıq sizə biz? Nə iş görmüşük biz? Fırıldaq gəlmişik mi? Ondan sonra Esmira kimi əqqabı atmışıq mı? Qapını ayağımızla təpik vuruşmuşuq mu? Ondan sonra neynəmişik biz sizə? Nə qalmışıq? Sən onları eləsən daha urvatlı olardı bugünkü gündə. Yox, ay Zaur müəllim, təpiyimlə vurub sənin qapını qırmışam mı? Ay Zaur müəllim, sənin canlılarda sənə söymüşəm mi? Aslan kimi şeyin canlısına çıxmışdı Aslan. Nə deyim? Brolin adına deyil mi adamla? Evet. Yox, o birisinin çıx elədi. Onun adı nə deyim? Blogerdir. Ay yox, dəqiqə çıxır, canını açır, kişinin adı. Kişinin adı. Canını açır. Ben onu örgənib gəlim, gəl. Ha.
Dostlar, hamınızın yazısını oxuyuram. Bu qız çörəyi dizin üstü olan qız deyil, yalan danışmayın. Salam Aydan, necəsən ürək? Səfər. Gözəl, burada yazırlar Səfər. Hə, Səfər. Ha, Səfər. Uşaq dedim mən. Səfər. Səfərin canlısından aslan çıxdı, Zaur müəllimi biabır elədi. Nələr dedi, nələr dedi Zaur müəllimin dalıyla. Bax, Ramazan ayına and olsun deyirəm ha. Mən özüm, mən o belə deyim də, o uşaqdan xoşum gəlmir deyəndə, istəsəm də istəməsəm də canlı yayını mənim qabağıma çıxıb da. Bir ayaq saxlamışam, deyim, görmüşəm ki, döşüyür da Zaur müəllimə. Görüm, nə deyir bu? And ola deyirəm, insan nətər baltalayar. Bax, o verilişi Zaur müəllim elə baltaladı. İndi gəlib orada heç nə olmamış kimi oturub orada. Esmira da Səfərin canlısına çıxmışdı. Esmira da Səfərin canlısına çıxmışdı. Nələr dedi? Mən gördüm da, mən gördüm. O verilişdən acıq eləyib gedə ərəfədə. Mən onu Səfərin deyəsən canlısında gördüm, müsafirdə. Amma gözəl bir kəlmə qaynaq xəttə Elçin müəllimə zəng elədi ki, bizə köməkli, mənə yox, Füzuliyə köməkli gələsin, daha yetimdir. Heç kəsi yoxdur. Amma Aslana yalandan, amma Füzuli Zaur müəllim. Füzuli sizə hörmət qoyurdu. Amma kimi, Aslan kimi Füzuli sizə allatmayıbdı. O verilişdə. Allatmayıbdı. Amma Aslan alladıbdı. O verilişdə belə köklü dəyişikliklər olmalıdır. O verilişdə orada oturanlar var, Arzunu oradan təmizləmək lazımdır. Esmiranı oradan çıxartmaq lazımdır. O nədir o gedən adam? Aslanı çıxartmaq lazımdır. Bunlar havayı gəlib 10 manata gedən adamlardır. Gəlirlər 10 manatını alıb qoyub cibinə çıxıb gedirlər. 10 manatını alıb cibinə. Arzu da utanmaz belə deyir. Bax, indi bugünkü gündə Aslan yoldaşını da götürür gəlir, düzdürmü? Gözəl, indi mən bilmirdim də sən o vaxt dedin ki, ailə ilə gedəndə 15 manatdır. Düzdürmü? Ailə ilə gedəndə 15 manatdır, tək gedəndə 10 manatdır. Qardaş, bu da həftədə edir 75 manat, ayda da edir 300 manat. Müftə puldur da, Aslan 300 manatı qıraqda tapa bilirdi. Səhərdən axşama 40 manata paxat eləyirdi, maşın sürürdü arendiyə. Havayda 300 manat puldur da, nə yerin dar eləmir ki? Gedir otur orada istəyir yerdə, verilişin formatına yoxun, çapan çalır gəlir. Nə var orada? Valla elə bir işin mənada biri qismət olsa, qaça-qaça gedərəm. Amma Zaur müəllim bizi hörmətsiz elədi. Zaur müəllim bizi hörmətsiz elədi orada. Bu axırıncı dəfəni Zaur müəllim bizi hörmətsiz elədi. Esmira deyir ki, çıxardın da bunları buradan. Elə bir ki, gelib canını açıb gəlib deməyəcəm. Çıxart da Zaur müəllim, bunlar efirə gəlməsin. Çıxart da Zaur müəllim. Elə bir Esmira'nın dədəsi nevidir, anası nevidir, cici nevidir. Sona yazıb ki, qoş məni, qoşum onu. Sona kimdir, var qoşulsun. Valla bir sona profili var, qoşum onu, yazıb ki, qoş məni. Yayındasan Sona. Salam. Bax, qarşı tərəfin adamı olsa çıxardacam ha mən buradan. Belə nankör olma da, ayıb deyir. Rədd ol buradan. Rədd ol az qancığın qızı qancıq. Ged attır tayfı tap. Nankör olma da, nə qaribdir mənə? İt balası kimi yalvarırsan buradan, qoş məni, qoşan kimi zəhəri bitir. Ona görə qoşmuram. Zaur mənə nə qaribdir? Çıxartdım, qoy cəhənnəm olsun. Deyən onu hələ bloka da atacam, deyən. At onu bloka. Heylələri bizim yayınımızda lazım deyil, say artırsın. 3 dənə adam olsun, 5 dənə adam olsun, sağlam adam olsun. Bizi istəyən adam olsun. Nankör sənsən, sənin böyüyündür. Elə bir gözəllər oturup bitki çörək yiyib, gözəl yaxından tanıyır. Zaur mən neyiniydi? Ne vardı? Zaur mən işe koydu. Zaur mən işe koymadı. Mən qayıtdım, Bakıdan geldim. Ha ona bax, qancığa bax, gör nə yaz. Yəni sən blok atacam deyən. Səhv eləmə də axı.
Sözünü ağzında koydum axı. Əlbəttə. Salam gitsin, O sən nankör onu deyən görmə. kimi onu mən çıxartdım. O bura gəlmişdi zəhərini töyməyə. Olmaz yaxşı sözlər yazın. Qurban olum. Oruçluq bu qız da alışıb yanır da hirsindən partlayır. O arzu mənə göz dağıdır. O arzunu orada görəndə mən partlayıram. Niyə partlayıram? Arzu axı bu cəmiyyətə xeyirsiz bir adamdadır. Bakın ay dostlar, ne yazısız yazın. Zahir məni ay biri işe koy demişler. Yeni il bayramı günü. Ayın biri öttü gitti. Sonra təzəndən dedi ki Mart ayında. Görsün Mart ayında hələ var. Sonra təzəndən mən getdim Bakıya. Bakıdan mən geldim 4-cü günü. 5-ci günde gittim sağ olsun. Səbuhi müəllim, Arif müəllim təşəkkür edirəm, minnətdarım. Gedən kimi Arif müəllim, Səbuhi müəllim dedi ki, gözəl bir gün işləsən sən. Bax belə. Bir gün dedi işləsən. Mən Zavur müəllimə zəng etdim ki, mən işləyəm. Xəbərləri yox idi. Deyir, nankör olmadan. Mən nə qalibdir ki, nə nankörlük eləyəm? Neylikdir? Mən də demişdim, mən bu işdən çıxab bırnım əməliyyat elə. İndi sosial düzəldəmirəm. Amma mənim uşaqlarım 4 ay məktəbsiz qaldı. 4 ay. Qəbələ rayonun. Mən yalan demirəm ki. Qəbələ rayonun, bax Qəbələ rayonunun məktəbi Zarağan 2. Muhtarəm küçəsi. Məktəbin direktoru verər polisə ki, bunlar 4 aydır məktəbə gəlmir. Qəbələ rayonun polisdəki zəhfrar şeyə, Bakın polisinə. Bakın polisdə məni yığar ki, tez geçsən uşaqları məktəbə qoy. Mən də nədir o? Saqqallı oğlanım. Ona qayıtdım. Dedim ki, Zahir müəllimə dinən ki, mənim evlatlarımı gedim aranjı götürüm. 4 ay burada qallam. Aranjı götürüm mən. Gətirim burada məktəbə qoyun. Məni qoymursunuz getməyə Qəbəliyə. Qayıtdı mənə nədirsə yaxşı. Sənin evlatlarını biz məktəbə qoymalıyıq. Qayıdım mənə elə dedi. Nə vardı mənə? Nə 4 ay mənim uşağım oxu. Zahir müəllim efirdə deyir ki, oxuyun. 4 ay mənim uşağım məktəbdən qaldı, 4 ay. Niyə deməli gözəl, gel oradan araç gətir, bu yaxına məktəbə qoyum. Amma arzunu reklam eləyir dabədə, çox. Arzu cəmiyyətə xeyirli insandır, ona görə. Anna orada durur, şap, Anna'nın adını Bax, indi çəkirlər. Anna'nın orada nə işi var? Anna deyirdi, mən bir də Martda gələcəm. Bax, indi nəyə gəlib oturub orada? Əgər o qıza reyting lazım deyilsə, görürəm, Anna'nı görürəm. Son vaxtlar 10-12 nəfər canlısında adam olur deyənə. Arada bir gəlir orada oturur ki, bir balaca canlısı qalxsın. Bax, verilişə nəyə gəlmirsən Anna? Başına dönüm. Bunun anası getdi. Tapılmayacaqlar. Yalandan deyirlər ki, ay sizin başınıza dönüm. Türkiyədə dilənir bunun ananası. Yaxşı, Türkiyədə bunun vətəndaş kağızı yox. Aqil yazıb ki, reytingdir. Hamısı reytingdir. Aqil burada yazıb ki, hamısı reyting xətrini edirlər. Salam Nuray. Çıx yuxarı. Qardaşım o, Aqil yaxşı adamdır. Aqil də çıxartdılar. Aqil də ayağını apres eləməyə gəlmişlər. Aqil də çıxartdılar oradan. Niyə çıxartdılar Aqil? Aqilə bir istəyatım qalxsın bura Aqil. İstəyat qalxsın, mən bilmirəm. Qoy ona istəyatım qalxsın bura. Aqil də əməliyyata gəlmişdi. O Elçin var ya, Elçin. Elçini Zahir müəllim dedi ki, bu arzunu al. Elçin dedi ki, mən buraya evlənməyə gəlməmişəm ki. Yazıq uşaq xatadan qutarıb. Yazıq uşaq xatadan qutarıb. Arzunu heç Arzu canını açanda deyirsən ki, Arzu canını açanda ona evlənmək verişidir. Və Zahir müəllim niyə sənə... Allah axşam elə deyirdi. Deyirdi oraya evlənmək. Deyir, kayıtları çıxıb, bəli, kayıtları çıxıbdır. Bəs evlənmək verilişidir bu kişilər niyə bir düzdür sıraya bala? 4 dənə kişiyə bir verilişdə getdin ərə. Evlənmək verilişidir nə gəzirsən orada? Deyirsən ki, sana söz verirlər verilişdə, deyirsən ki,
Salih'in toyunu gördüm, ağladım. Özümü saxlaya bilmirəm. 4 dənə kişi görmüsən, nə doymamsan hələ. Amma mən pox yerəm nəsil və nəslimin ağzıyla 19 yaşında deyil doldu Qaradox. Mən nəsil mənə, hamısı mənə görəndə gözəl bakı, gözəl. O Mahirin qıram da günahı yoxdur. Mən onun anasına da yazdım şeydə, oxudu özdə. Mahirin günahı yoxdur. Düzdür, gördüm anasının xoşuna gəlmədi o sözüm. Dedim sona xala, Mahiri söymə, təhqir eləmə, Mahiri heç nə yoxdur. Mahir bundan qaçır, bu Mahirdən əl çəkmir. Mahir bundan qaçır, bu Mahirdən əl çəkmir. Gözəl, başına dönüm. Nümunə çəkirəm. Sən qadınsan, sənin kiməsə meylin olmasa, məsəl, sən kimsə məcbur eləyə bilər nəyəsə. Heç kim eləyə bilməz də. Bu arzu ondan əl çəkmir. Bala, arzu ona bir dəfə tiyomlu cavab versə ki, Mahir, sən özünü yığışdır ha, mən vaxtında ailə qursam, sənin boyda oğlum olardı. Gör, Mahir onun həndəvərinə fırlanar. Utanmaz deyir ki, qaymağın mən yedim, üzü də sizindir. Ay bak, onu arzuya demək lazımdır ki, arzu, canını açıb bu sözü demə. Mən hələ efirdə 1 il 6 ay oldum. 1 il 6 aydır mən o efirdə sözü deməmişəm. Bu gözlərim çıxsın demişəmsə. Bir neçə sözlərin lağ kimi qoyublar YouTube-a. Lağ kimi. Amma o sözü mən deməmişəm axı. Amma sən ağılcı, sən tərbiyyən. Bax İranda, Xaxolda, Ermənidə, Azizanın meclisinə baxırlar. Deyirlər ki, beləsilər gətirmirsən, yığmırsan. Amma mən sənin kimi elə fronluq eləməmişəm. Sizin kimi mən elə eləməmişəm. Ayran sən, düz deyirsən. Deyir, üzü mən, qaymağım mən yedim, deyir, ayranı sənin olsun. Bala. Onu mən təzə eşitdim, 1-2 nəfərdən sual verdim ki. Mən yapışdım yerimdə qaldı. Mən maşındaydım. Elə bilə boşluq idi da. YouTube'a girdim, gördüm şey kimi qoyublar. YouTube deyirəm, TikTok'a. Lağ kimi qoyublar, belə də, ya cəmat lağa qoyub. Deyir, mən qaymağım, mən yedim ayranı sənin olsun. Görə bu Mahirin qaymağın adı. Mən burada, 1-2 nəfər burada TikTok'da baxırdı. Mən sual verdim ki, o nə demək? Hələ o nə deməkdirsə mən bilmirəm. Nə demək istəyir? Mahir Bakıya gələndə, Mahir bakir bir uşaq idi, cavan oğlan uşağı idi. İlk dəfə mən ondan yaşadım, indi siz onu mənim artığımdır. Valla sən ondan evlənmirsən, neynəmirsən gör sən artıq. Yəni mən yatıb durmuşam, mən yiyib tanışam. Fəxrlə də deyir də, nədir gedib Pirşağıda 3 gün ondan, 5 gün ondan qalıb, bir ona əri olub. O qız biyabırçıdır, Allah, o qız biyabırçıdır. Onun pinəsi dədəsi nənəsidir, o qız biyabırçıdır. Arzu, indi kim yaxşıdır, kim düzdür? Yox, bu qızın Arzunun pıxırların səhərə qədər qutarmaz. Oturub burada alıb mikrofona, gah bir dənə söz Xalidə deyir, gah ona deyir. Yox, bilsən nətər, özün düymən, mənim özüm görsəm nöqsanlarım var. Durub gözəl haqqında danışa bilmərəm. Çünki özümün də var axı. Səhər gözəl də məni vurar pis yerimdən. Deyər ki, bax, sənin də bu pis şeylərin var. Elə özünü aparırsan ki, elə bir Pirşağıda gelib 3 gün, 5 gün qalan sən olmadın. Ondan qabaq biri ilə ailə deyirsən. Ailə quran sən olmadın. Ondan qabaq biri ilə qurdun ailə. Ondan qabaq biri... Başıma dönümsə, cəmaat onda gərək səni topa tutaya. Deyək ki, Arzu, sən ailə qurmadığın kişi qalmadı. Gözəl bircə dənə kişi görüb, amma sən 4'ü gördün. Mən bircə dənə Dambadorobla, Zaksdan, Nigahla getdim, yola vermədilər, boşandım. Bu da ikincisi. Mən heç bir kişilə gəzməmişəm, Allah'a şükür. Mən qəhbə olsaydım, mən bu binadan bir evi deyil özə. İndi bu adam 7 idi, namusu ilə, qriyyəti ilə qıçın qatlayıb oturub evində. Sən ona eləyə bilərdin, Arzu? Sən onu eləyə bilmərsən, sən elə şey eləyə bilmərsən. Tərbiyəmi də oteldə gördülər. Mənim də tərbiyəmi də oteldə gördülər. Oteldə gördülər tərbiyəmi. Sənin öz anan atan səndən imtina elədi. Dedi ya bizi tut ya Mahiri. Dedim Mahir mənə qiymətlidir, dəyərlidir. Sənin anamın bir üzü kişi olub, bir üzü qadın olub. Tək başına səni böyüdüm. O əzab əziyyətdir. Daxal kimi yerdə. Füzuli mənə talib çıxanda gördünüz mü? Hamı gördü. Mənim anam ağlaya-ağlaya efirə zəhv dedi ki, mənim gördüm balalarım də sən də kövrəldin. Sən də kövrəldin.
Ağladım. Bunu yığışdırım dedim. Mənim dənə ha Türkdür. Mənim anam məndən üz döndərməyibdi. Mənim anamı elədilər. Özə bilinir ki, kimlər elədi. Kimlər zəhvuru buna məlumatlar verir. İnşallah ananla da barışasın. Sən gözəl, Allah eləməsin, sən gözəl kimi nankör olarsan. Deyirəm ki, anası onu palçıqlı evdə, mən evi şeyləmirəm, yəni o əzab əziyyətlə böyüdüm. Büyükü gündə gəlir mikrofon alır, deyir, mən səndən valideynlik görməmişim. Da belə adamdan nə gözləyirsən sən? Belə adamdan nə gözləyirsən? Anasının, atası. Deməli, atasından pul alırmış. Eşidirsən, gözəl. Atasından pul alırmış. Atasına deyirmiş ki, çətindəyəm, dərman almalıyam, mənim kartıma pul at. O pulu alıb, düzdür Nuray, düzdür. Zeynallı, bax, mən səni çıxardacam, sən düz yazmırsan, qardaş. Atasına pul deyirmiş ki, mən pul at, dərman alacam. Atası bunun kartına pul atırmış. Həmən pulları Mahirə atırmış bu da. Sonradan sonraya sona bilib onları. Bax, Mahirlə Əkbər orada tərbiyəlidir. Məncə Allahla danışaq. Neytral deyə, Əkbər heç kimə qarışmır. Əkbər var, Qurana and olsun. Əkbər var, hələ çörkü mənim üzümə belə baxmırdı. Yemək pişirirdim. Deyirdim, Füzuli gəl ye. Əkbər qardaşım da çağır gəl yesin. Yazıqdır, boğazımdan keçmir. Hələ Əkbər çörküb belə adamın üzünə baxmır. Görürəm da mən ama. Mən orada hamısı fırıldağını görmüşüm da. Düzdür, bir ara o şuluqluq elədi, anası təhqir elədi. Biraz... O ailə məsələsidir, o özləri bilər. Amma ondan qalan heç kim deyə bilməz ki, Əkbərin hansısa qıza tamah saldığın yerdə görmüşük, hansısa bir qızla oynaşdığın görmüşük. Mən deyə bilmərəm, Allah aradan başlasın. Gələ də o uşaq yəni neytral uşaqdır, heç kimə qaynayıb qarışır. Oteldə qalıbdı, özə ki, o ən çox içən oteldə Mahir olubdu. Mahir arıq daşmaqdan ölürdü, pivə daşmaqdan ölürdü. Onu içkiyə öyrədən də arzu oldu. Onu arzu içirdi, yoxsa o içən uşaq deyildi. Gözümlə gördüyümü deyirəm mən orada. Faktdır ki, gözümlə gördüyümü danışıram da mən orada. Aysiman gəldi. Ay Allah, Aysiman Alnanı ötürüb gəlibdi. Gözəl, bura gəl, getmişəm. Deyirəm, qardaşım, nə olubdur? Alnanın pulu yoxdur. Dedi, mən dəli olmaya. Dedi, vallah gözəl, Anna'nın pulu yoxdur. Anna məni yığdı, axşam üstüydü. Verişə gedib gələndən sonra Anna məni yığdı. Dedim, az nə olubdu? Gözəl, mənim pullarım yoxdur. Bilindi ha ki, kimlər götürdü. O bilindi. Verişə çıxmadı söhbət. Verişdə açılmadı söhbət. Niyə açılmadı söhbət? Niyə? Anna bilir ki, kimlər götürdü. Gəldi. Fakt olaraq sübuta yetirilmədiyinə görə, sadəcə sırf şübhə ilə siz fikirləşmirsiniz də, sübuta yetirilmədiyinə görə istəməyiblər də Mahir qazanılmasın. Otaqda Mahir gəldi, 15 manat məndən pul istədi, 15 manat. Gəldi, Füzulidən də pul istədi. Füzulidə də olmadı, məndən də olmadı. Amma gedib Anna'nın sumkasını eşəyib pulu çıxardı, Mahir oldu. Mahir Görüntü olmuşdu ki, Mahir o Anna'nın sumkasına pul götürdü. Görüntü var idi. Çünki ay qardaşım, orada heç o oteldə var. Yəni sizin sırf ehtimalınız idi ki, Mahir götürdü. Orada ondan başqa adam yox idi. Orada heç kəs yoxdur. Heç bir kəs. O otaqda Qurana and olsan, bax bu bərəkət haqqı, bax dədəmin gör haqqı. Gəldi bizdən pul istədi, məndən. Mahir gəldi, məndən pul istədi. 15 manat. Sonra gəldi Füzulidən pul istədi. Füzuli dedi ki, qardaş, yoxdur. Akşam verişə getdik, gəldik. Dədə dərdi olsun. Biz də gördük, Anna şey yığıb, Aysimanı yığıb. Aysiman da qayıt dedi ki, bu söz Atabəyə getməsin. Qız da fırlancasının sumkasından pul oğuran. Adı bir daha. Dedim, nə olubdu?
Amma tövbə, yığdım Annanı, Anna cavab vermədi. Anna mənə dedi ki, gözəl, hə, bir belə pulumu götürülübdür. Məbləğ nə qədər idi gözəl? Məbləğ nə qədər idi? Nə bilim, mən nə qədər idi. Amma Anna da gənə də deyir ki, Mahir götürdü. Hə, indi Anna burada hələ dedi ki, Mahir götürdü. indi mən öz fikrimi deyim də, nəyə görə bunu verilişə şey eləməyiblər? Qoy mən deyim. Bu elə bir oteldə olan o 3-5 nəfər məsələn sizin ehtimalınızdır. Buna mən şəxsən inanıram. Çünki Mahirə qədər niyə oğurluq olmayıb orada? Amma məsələn orada verilişdə qayıdıb desələr, fakt olmadan, sübut olmadan, sırf ehtimala söykənib desələr ki, Mahir, sən Annanın sumkasından pul götürmüsən, onun elə bir şərəf ləyaqətini alçaldılar. Sübut yoxdur ortada, fakt yoxdur, görüntü yoxdur. Hə, görüntü olsa onu veriliş verəcək. O otaqda bax, Anna, Yox, mən belə inanıram. Arzu. İndi Azərbaycan Respublikasının qanunları budur ki, məsələn, orada bu adamlar olub, hə, bu adamlar da deyir ki, bu adam götürüb, o sübut sayılmır. Orada bir görüntü olmalıdır, fakt olmalıdır. O görüntü olmadığına görə belə, məsələn, belə biz inanırıq. Çünki yenə də deyirəm, Mahirə qədər niyə Annanın sumkasından kimsə nəsə götürmürdü? Ay ölənlər var, 1 il 6 aydır. Amma Qoy deyim sənə. görüntü, orada görüntü olmalıdır ki, bax o kamera çəkdi, Mahir əlini saldı, oradan pulu götürdü, getdi. O görüntü olmadığına görə veriliş onun lüzum bilməyib versin, orada yayımlansın. Çünki orada Mahirin elə ki, şərəf və ləyaqətini qoruyublar da, istəməyiblər onu alçatsınlar. Çünki fakt yoxdur ortada. Sırf ehtimallardır ki, hə, ehtimal edir ki, Mahir götürdü. Belə mən inanıram, eləyər, o biraz şuluq uşaqdır. Amma fakt lazım. Səhər o Anna polisə də getsə. Bilirəm, fakt lazımdır, amma orada Səhər Anna polisə də getsəydi, polis deyirdi ki, mənə fakt. Sübut eləyəməyəcəkdi, sübut eləyəməyəcəkdi. Fakt gətir. Maksimum polis bizə nə edəcəkdi? Mahirin çağırıb izahatını alıb buraxacaqdı. Mahir deyəcəkdi, mənim xəbərim yoxdur. O da sübut olmadığına görə Mahiri orada saxlaya bilməzlər axı, mümkün Amma deyil. ATV bilmədi, ATV bunu örtbasdır elədilər. Şey mənə dedi ki, Aysima, dedi gözəl, bura gəl, getmişəm. Ay tövbə, dədəmin göraqı 2 balam var. Qayıt dedi ki, Anna pulunu görmüsən, dedim mən nəyi? Öz otaqda kim olub? Anna, mən, Arzu, Mahir. 4 nəfər. Qayıtdı özü kişilə Əkbərgə də ki, o öz otağında, kişilə bizim otağa gələn deyil. Qurana and olsun. Bir də gəldi məndən pul istədi 15 manat. Dedim yoxdur. Getdi Füzulidən istədi 15 manat. Yoxdur. Füzuli vermədi. Bilir ki arağa verəcək daha. Yox, vermədi. Yaxşı ki hələ mən maaş kartımı Füzulidə dedim ki Füzuli sizin otağınıza qoya bilərəm. Füzulin gelin otağına koydum. Kişilərin otağına koydum. Füzulin balınızın altına koydum ki maaş kartımı. Yox, sən maaş kartını götürsə də, bu kartı neyinə biləcək? Deyib istifadə eləyəcəkdi, alış-veriş eləyəcəkdi, naxadı tutulacaqdı. Naxadı tutulacaqdı, orada sübut var. Gedəcəkdi Araz marketdən nəsə alacaqdı. Həmən saatlə, həmən dəqiqəni Arazın kamerası alsaydı, Mahir oradan kartof alır. Məsəl üçün, sigaret alır. O ucu sübutdur, ona Mahir eləməz, axı Mahir bicdir. Amma karşıdokdan pul götürür, mənim bir ərziyemi götürür. Bunlar sübut olunmadığına görə onu orada saxlaya bilmirlər. Aysa, onu da mən dedim ki, Aysiman gəldi dedi ki, belə-belə, dedim Aysiman, bu öyü eşəliyin görə, bəlkə bu qızın pulu harasa gedibdi. Anna ağlaya-ağlaya dedi ki, vallahi mənim pulum orada itdi. Yaxşı, 1 il 6 ay Anna'nın yanında da mən də olmuşam da, 4 ay mən də olmuşam da, 5 ay mən də olmuşam da, 1 il Anna da orada qaldı da. Niyə? Biz olanda pul itmədi. Mahir gələndə Anna'nın pulu yoxa çıxdı. Elə götürübdü ki, gizlində götürüb. Heç kəsə xəbər olmayıbdı. Otaq bomboş oldu. Uşaqlar düşürlər. Gözlə qaşın arasında da tez bazar. Özdə bilir daha nə edir? Çünki pulu götürüb, pulun sübutu olmur axı. Elə götürüb ki, belə tükü çəkən kimi. Amma faktdır ki, gözümüz, mən orada görsünüzmü ki, ay Esmira xanım, gözümlə gördüyümü mənə heç kəs yalan deyə bilməz. Bu gözümlə gördüyümü. İndi Anna ilə axşam Arzu canını açıbdır. Gözələ toy eləyənməlidirlər, onlar
orada. Gözəl pul yığmalıdır. Arzu, bəs 19 yaşında oğlanı Zaur müəllim mikrofona verdi. Dedi ki, hə, sevirəm da mən onu. Yaxşı, deyirsən ki, o evlənmə proqramı deyil. Bəs sən niyə 19 yaşında oğlanı əl alıb, apardın, altıva saldın? Bir getdi çalışana. Mən damdan heç kəs danışa bilməz. Sınavında qoşulub cavabını verə bilmirdin bəs. Kayıtları çıxmışdı da, kayıtları mənə gəldi. Hə, canlı, hə, sonra kayıtlara baxmısan, hə. Hə. Yox, Allaha qurban olum, kimdə nə yoxdur ondan danışır. Özü xırtdaya qədər zibilin içində gözəlin namusuna dil uzadır, gözəlin ailə qurmağına da. O millət Allaha səndən şükür başlayır. ki, Allahıma min şükür eləyirəm. Qurban olum Allaha. Bina evində qalıram. Bir binadan çıxıb gəlibdisi gözəli buradan çıxartsınlar ki, gözəl burada əxlassız eləyib, mənim qızım, oğlum var. Niyə bircə deyil gəlib çıxa demirlər? Çünki mən özümə el aparmışam ki, istir qadın, istir kişi. Özünə el aparmadı ki, adına söz gəlməsin, ləkə gəlməsin. Bu yaxınlarda eşitdim verilişdə Mahir görüb, gecə saat 3-də 5-də maşına minib gelirmiş arası. Əlbəttə, mən demədim ki, efirdə. Mahir efirdə dedi. İndi bu boyda zibili olan adam niyə gözəlin namusuna dil uzadır axı? Olmaz, deyir, kayıtlar da çıxıbdır. Kayıtlar da çıxıb ki, gecə saat 2-də, 3-də nədir, ATV-nin sığınacağında çıxıb gedibdir. Amma mənim Zaur müəllimlə incidiyim nə oldu? Füzuli sizin üzünüzə durmayıb. Füzuli başqa canlılarda gedib sizdən danışmayıb. Füzuli başqa verilişlərə çıxmayıb. Füzuli, nə bilim, sizə artıq dərəcədə söz deməyibdir. Hətta bir kəlmə söz deyil, o sözü siz əməl eləmədiniz. Amma bizi 2 dəfə çəkilişə gəldiniz, bizi vermədiniz. Arzu. Arzunun bir dənə saçı tərəkküyə qalsın. Düzəltməklə şak, arzunu verirsiniz. Arzudan başqa yoxdur, başqadan. O zaten Esmir'ya şey verirlər, Esmir'ya mikrofonu. Esmir elə bir ona böyüklüyün eləyir. Esmirə o gün də dedi, ne şey, hansı ekspert idi, hansı Gülnarın yamsılanmağı. Və indi nə oldu, heç nə olmamış kimi gəldi. Gülnar nə girdi? Qara saç, sarı saçlı yox ha, qara saçlı. Gülnar nəzərli. Ordunun üstünü götdü, belədi. Baba, belə gəlsin, qara saçlı, belə. Onu Esmir'ə dedi ki, mən demədim ki. Kartlar da çıxıbdı. İndi gəlib hamıdan başqa oturub orada. O zaten da yəqin Esmirə o verilişə reyting verirdi. Onu qabağa otuzdururlar ki, sən qabağa otur. Reket verir da, bəs elədir da. Nə günə gəlsin. Dünəndən canını açıbdı. Bir-iki dəfərdə axmaq-axmaqlar qadına yığışıb onun cansına. Belə deyir, dünəndən canını... Özü kimlər, hə, özü kimlər. Özü kimsləri. Belə diqqatib deyir. Gözəl orada canlısını açıb polisə vermək lazımdır. Mənim hamının önündə anası var, bacısı var, mənim nələrim, sən də məni bağışla, onun yayınında nə qədər qadınlar var, hamısı şortulardır. Hamısı, ha, bir də normal qadın görə bilməzsin. Belə deyir, gözəl bir canlıda söyüşdürür. Orada söymüşəm mən, subut eləsinlər ki, çıxasınlar ki, gözəl mən də baxdım da, mən də ürəyim partlayırdı, demirəm, qoşu tez məni çıxartdı. Allaha and olsun, bax Quran haqqı. Orada da dedim, ay tövbə. Mənim misafirə qoşub dedim ki, qoşmuşsan burada üzdən İraqları, sənə tərəfə danışırlar, amma haqsız danışırsan. Gözəlin işləyim, mənim işləyimi harada görmüşsən? Allah göydən baxır, Çünki mənim başım, mən də onu çox istəyirdim özdə. Özdə ki, qayıdıb da biri də çıxıb, gəl Rus dilində danışır, gəl Azərbaycan dilində danışır. Gəl Rus dilində danışır, gəl Azərbaycan dilində danışır. Riski yerliçkidir də, şeydir də onun adı, deyəm. Adı nə? Sarı saç bir arvad idi, aşağıda gördüm misafirdə, ən birinci. Hamı çıxdı, bir dənə o qaldı sonra. Gözəl deyir ki, sarı saçlı oturub, gözəl çıplaq oturubdu deyir orada. Onun evə gətdiyi nədir, özü kimi Tuladır. Tula birinci sənin evindəkidir, Esmira'nın canlısına çıxan. Tula sənin evindəki kişinin, oğlun, qızındır. O var ha, o əmin ola, adın gözəl qədər əmin ol ki, o gündə bir kişini evə salır, ona görə hirsində partiyir yanır. O gündə birini salar.
Pulalıq eləyim neynəmişəm ki? Əsmər kimi əqqabı atmamışam Zaurun komandalarına. Zaurun şeyin canlısında orada burada pisləməmişəm. Mən Zaurun haqqı tələb edirəm ki, Əsməranın Onun moderatoru var ha, Vəsilə. Sən görürsən o hansı verilişə gedir onu oradan qov. Elgizdən də qovdular. O Vəsilə də az yoxdur ha. O Vəsilə normal adam deyil. Bəs Elgiz niyə onu qovladı? O heç də gedib orada deyib ki, Elgiz mənə heç nə eləmir. O da gedib Elgizin qulağına çatıb. Təzədən deyəsən yenə də çağırıblar verilişə. Bir ara qovmuşdu onu Elgiz. Hə, Elgizin verilişinə də çıxmışdı. Elgizin verilişinə çıxmışdı çoxdan. Ay, deyirəm mən bunu hardan tanıyıram. Sonra baxdım ki, o YouTube'a düşmüşdü. Sən qalxıb elə vararam puçu olarsan, aqilə dediyi söz. Ay, dedim bu odur ya, bu ifritə oymuş. Deməli gəlib ora oxumaq üçün gəlmişdi. Orada verilişdə belə bir şey var ki, kimin nə səsi var, bacarığı var, gəlib özünü göstərsin. Oxumağa gəlmişdi. Məlum oldu ki, bunun evlatları da, əri də, qaynana-qaynatası da bundan üz çeviriblər. Və bunu analıqdan məhrum ediblər. Bunun iç yüzü açıldı. Mən eşitdiyimi eşitmişəm. Bax, mən bunlar eşitmişəm. 13 yaşında qızı götürüb ərə vermişdi o. Öz qızını 13 yaşında ərə vermişdi. Ona görə ona kömək eləmədilər. Geyib orada deyim ki, Elgiz məhkəmə. Elgiz onu qovdu. Elgiz Zaur deyil. Elgizin beyni çöndü və salam. Sonra təzdən yenə də yakır atmışdı verilmişlər ki, geyib oturmuşdu tamaşaçı kimi oturdu. Elgiz dedi, səni yenə gördüm, yenə gəlmişsən bura. Başladı şey eləməyə. Belə, mənim dərdim, mənim problemim həll olmadı, məndən nə istəyirlər, Elgiz də onu çağırdı, dedi, gəl otur burada divanda, qabaqda da, yəni tamaşaçıların gözü qabağında. Yenə də başladı, dərdin danışdı, yalandan, özdə, altdan üstdən, hamısı fırıldağına. Düzənmənli adam deyil, o yalancının yekəsidir. Bir insan ki, 13-14 yaşında qızın ərə verə. Yaxşı, sən ərin pisdir, qaynanən pisdir və evlatların da pisdir, imtina ediblər, üz çevirirlər. Gəlib orada hönkür ağlayırsan ki, evlatlarımı mənə ver. Evlatların özü səndən imtina ediblər, evlatların 10 yaşından yuxarı yaşı var. Eşitmişəm mən hamısını. İndi gəlib burada Esmiriyə dəstək olursa, Esmirə sən eyni fikirdəsiniz axı ona görə, sizə dəyim. Esmiranın misafirində gələnlər hamısı ərsiz qadınlardır. Onlara sərf eləmir gözəl kimi qadın, gözəl kimi ailə quran, ev eşik sahibi olan, çöldə çölün işini görür, evdə evin işini görür. Nigar onun qab yumağına lağ bir əskini qabların üstündə. Eləsin də Nigar mən qab yumağıma. Nigar kimi evim eşiyim olsun. Sən də gözəl qədər bacarıqlı ol. Sən də gözəl qədər bacarıqlı ol, Niguş, heç nə istəmirəm. Get çöldə çölün işini gör, evdə. Sən nə vecibə evin işini Esmirə xanım görür. Sən evin işində xəbər var. Evin işini Esmirə görür. Esmirə axşamdan axşama Zaurun verilişinə çıxır, pul alır, gəlir oturur. Amma Esmirə də evdə hambalçılıq yediğimiz qabları yuyur. Sən də yaxşı qadın olaydın. Sən də hansız bacız ikinizdəki kişidən boşanmışsınız. Gedin indi birinə. Mən lağa qoymana dölə indi xoşbaxtam. Xoşbəxtliyimi tapmışam. Sən nə qədər xoşbəxt olsan, onların bağrı çatlayacaq. Amma mənim Zaur müəllimə sözüm odur ki... Gözəlin canlısında, Esmiranın canlısında bir dənə normal adam tapa bilərsən, ərli, ailəli, evli, eşikli adam tapa bilərsən, hamısı gəzəyənlərdir. Elmar nətərsən Elmar? Elmara denə bir dənə o blokdan şeyi çıxarsın da qurban olun. Atayım mən. Elmar, bura gəl geçək bana. Nətərsən bacı ol. Elmar, sənə 2 dənə profil deyəcəm, onları blokdan çıxart da geçək bana. Kimdir? Bir dənə bax ki, kimdir da. Bir dənə çıxartdan ola, bax.